Bugün sosial media, internet və informasiya texnologiyalarının sürətli inkişafı dezinformasiyanın daha tez və geniş yayılmasına şərait yaradır. Artıq bir çoxumuz sosial şəbəkələrdə qarşılaşdığımız xəbərlərin sonradan rəsmi mənbələr tərəfindən təkzib edildiyinin şahidi oluruq. Mütəxəssislər vurğulayırlar ki, oxucular saxta xəbərlərin qurbanına çevrilməmək üçün qarşılaşdıqları məlumatların mənbəyini yoxlamalı, rəsmi qurumların sayt və sosial media hesablarına istinad etməlidirlər. Maraqlıdır, saxta məlumat yayıldıqdan dərhal sonra rəsmi təksib verilsə də, əksər informasiya alanlar niyə yenə də yalana inanmağa davam edirlər? Əvvəlcə onu deyim ki, saxta xəbərlər hələ biraz da qorxulu olduğu zaman daha çox insanlar inanırlar. Bu beynin bir instinktidir. Doğru və yaxud da saxta yalan xəbər olduğu zaman beyin daha çox müdafiə mexanizmini işə salır. Emosiyalarımız daha tez işə düşür. Məntiqimiz isə daha gec işə düşür. Nəyə görə insanlar doğrunu eşitdiyi zaman bir xəbərə inanıb, sonra onun yalan olduğunu eşitdikləri zaman inanmırlar? Çünki beyinə məğlubiyyətini qəbul etmək çətindir. İnanmışam, özümü müdafiə etmişəm, hansı düşüncələri formalaşdırmışam və indi bu xəbərin yalan olduğunu qəbul etmək istəmirəm. Qeyd edək ki, qanunvericiliyə əsasən saxta məlumatların yayılması halları ictimai təhlükəsizliyə və asayişə zərər vurduğu təqdirdə məsuliyyət yaradır. Aylin Rəsulzadə, Cabbar Qaryağdıoğlu, Kəmal Əlmuradova, Xəbər Ertəsi.